ekran görürsünüz. Bəli, bəli, görünür. Ha, tamam, əla, davam edək. Demək, bugün CSS-də sonuncu dərsi keçirik. Bu CSS-də önəmli dərslərdən biridir. Burada yazılıb. Demək, CSS-in ən önəmli dərslərindən biridir bu, grid. Grid, yəni belə deyək də, Flex-lə elədiyiniz, daha doğrusu Flexi bilərək də bir çox şey edə bilərsiniz, istədiyiniz qədər hər şey edə bilərsiniz. Sadəcə grid templatelər yaratmaq üçün, yəni şablonlar yaratmaq üçün saytda çox önəmlidir. Yəni Flex-dən daha yaxşı işləyir. Amma bu o demək deyil ki, grid'i bildiniz də Flex işlətməyəcəksiniz falan. Yəni elə saytlar var ki, ümumiyyətlə orada grid işlədilmir, ancaq Flex-lə işlədirlər. Yəni bu biraz developerın özünə qalan bir şeydir də. Demək, griddə də yenə Flex olduğu üçün bir container olur. Bir də onun içərisində item olur. Demək, item, bunun içərisində item. Belə və bunu vuraq, deyək ki, 9-a. Belə bir şey olsun. Tamam, indi bunu run eləyək. Tamam. Demək, bir konteyner olur griddə, eyni Flex'dəki kimi. Bir də içərisində itemlar olur. Gəlin, indi biz buradan başlayaq. Bir dənə container klasını seçək. Background'unu verək bunun. Deyək ki, belə bir renk. Deyəsən, kimsə boş olur. Deyək ki, background'unu verdik belə bir renk. Tamam. Və buna da bir padding deyək, içərdən 10 piksellik. Yəni içərdən bir boşluq olsun. Sonra item'ı seçirik. Item. Display yox. Background deyək ki, belə bir renk. Və padding olsun 10 piksel. Yəni bura qədər bildiyiniz şeylərdir. Yəni heç bir div falan şey olmuyor. Divə heç bir özəllik verilməyib. Sadəcə bir konteyner var və onun içərisində divlər var. Yəni bura qədər bildiyiniz şeylərdir. Deyək ki, burada da buna margin deyək, 5 piksel deyək. Bunlar da biraz bir-birindən ayrılır. Yəni bura qədər bildiyimiz normal divdir və normal divin qaydalarına uyğun davranır. Hətta burada baxın, belə bir şey eləyək. Inspect eləyək. Bunu biraz belə çəkək. Baxın, burada aşağıda, burada layout'u seçəndə, burada görürsünüz bir müəyyən bir parametrlər var. Burada baxın, grid yoxdur, no grid falan yazılır. Amma biz indi bu konteynerə display grid versək, display grid desək, artıq bu konteyner grid konteynerına çevrilir və artıq burada görürsünüz div konteyner klası artıq grid olur. Yəni baxın, burada da bu özəlliyi qaldırsaq və yandırsaq, burada bizə o gridin sətirlərini, sütunlarını, bunun içərisindəki elementlərin durduğu yeri, başladığı yeri, bitiş yerini falan hamısını göstərir. Hələ ki, bunu bağlayaq. Biz bunu griddə çevirdik. Griddə çevirəndə də əslində bayaqkindən heç bir görüntü dəyişmədi. Flex'də necə idi? Flex'ə çevirən kimi bunlar yan-yana gəlirdi. Amma griddə çevirəndə bu alt-alta gəlir belə. İndi biz bunu griddə çevirəndən sonra biz griddə Flex tək ölçülü bir şey idi. Yəni tək ölçüdə deyək, elementi yerini dəyişirdiniz. Amma burada isə, griddə isə iki ölçülüdə yerini dəyişə bilirsiniz elementin səhifə üzərində. Həm X-da, həm Y-də, həm sətr, həm sütunda da. Burada indi gəlib biz burada grid, template, column desək, bu artıq mən bu gridə, bu konteyner gridinə neçə dənə sütun olmasını təyin edə bilərəm. Misal üçün yazaq, deyək ki,
200 piksel olsun. Birinci sütun 200 piksel, ikinci sütun 300 piksel, üçüncü sütunda 200 piksel. Baxın artıq 200 piksel, 300 piksel, 200 piksel və belə bir grid yarandı. Burada da bunu açsaq və burada da görürsünüz ölçüləri yazıb burada. 200 piksel. Bu 100 piksel, bu bir dənə bunun hündürlüyüdür. Bu da bəzi içəridə padding verdik, ona görədir. Bir də içərisindəki bu yazıya görə. 200 piksellik, 300 piksellik və 200 piksellik bir grid yaratdıq. Əgər biz burada da yenə 4-cü grid də yazsaq ki, misal üçün bu da 300 piksel olsun. Baxın artıq 4-cü grid də yaranacaq burada. Və yaxud da belə də ola bilər. Biz bunu belə bir şey eləmək istəyirik ki, bura 300 piksel olsun, birinci sətir. İkinci sətir isə qalan nə qalırsa bu tutsun. O zaman auto yazsaq, baxın, buranı 300 piksel götürdük, qalan nə qaldısa buranı bu tutacaq. Və yaxud da eyni bərabər hissəyə bölmək istəyiriksə, baxın, auto desə 2 dənə bərabər hissəyə bölür. Və yaxud da 3 dənə bərabər hissə desə, baxın, 3 dənə bərabər hissə dedik, 3 dənə bərabər hissəyə böldü. Və yaxud da bu auto o deməkdir ki, yəni eyni hissələrə bölür və yaxud da qalan hissəsini bu götürsün. Bir də var ki, misal üçün deyək ki, bir FR, bir fragment deyilən bir şey var. Bu da nədir? Nə bil, vahidə görə. Misal üçün, bura 1 vahiddirsə, bura 2 vahid olsun. Baxın, bu grove var idi flexdə. Grove-la aşağı yuxarı eyni şeydir. Yəni, baxın, bura 1-dirsə, bu sağ tərəf bunun 2 qatı olur. Yəni, baxın, buradan bölsə 2 qatıdır. Yaxud da buranı 1 FR da eləsək, baxın, yenə eyni bura, qalan hissəndə bu orta hissə girdi. Burada da əslində göstərir 1 FR, 2 FR, 1 FR. Yəni, belə də bölə bilərsiniz. Və yaxud da eyni bərabər istəyirsiniz, 3 FR yazarsınız. Amma biz griddə bunu 3 FR belə 3 dənə eyni şeyi təkrarlamaqdansa, baxın, burada repeat deyə bir dənə metod var, işlədirik. Neçə dəfə təkrarlamaq istədiyimizi yazırıq. Deyirik 3 dəfə təkrarla. Nəyi təkrarla? Misal üçün 1 FR. Baxın, artıq 3 dəfə 1 FR təkrarlayır. Və yaxud da burada 4 yazsaq, artıq 4-lü geridə çevrilir. 4 dəfə 1 FR təkrarlayır. Bu sütun yaratmaq üçündür. Bir də var ki, sətir yaratmaq üçün. Grid, template, rows deyilir ona da. Burada da misal üçün, baxın, 100 piksel. Baxın, birinci sətir 100 piksel oldu. Hətta gəlin istəyirsiniz bunu 4 FR eləməyək, 3 FR eləyək, daha 3 dənə sütun olsun, sətir olsun. Baxın, birincinin hündürlüyü görürsünüz 100 piksel oldu. Deyək ki, ikincinin hündürlüyünü yazaq, misal üçün 300 piksel. Baxın, ikinci 300 piksel oldu. Və dördüncünün hündürlüyünü də deyək, 200 piksel yazaq. Baxın, bu da 200 piksel oldu. Və yaxud da belə bir şey də ola bilərdi. Biz burada da yenə belə bir şey yaza bilərdik. Yenə repeat, misal üçün 3 dənə 1 FR. Belə bir şey də yaza bilərdik. Və yaxud da repeat 2 FR. Əslində belə də heç nə dəyişməyəcək. Çünki əgər belə bir şey yazırıqsa, 1 FR, 2 FR, 1 FR. Burada fərqi görə bilərsiniz. Yəni, bu ikisinə nisbətən bu daha böyük olacaq. Amma burada istəyirsiniz 2 FR yazın, üçünü də, istəyirsiniz 1 FR yazın, eyni bu görüntünü alacaqsınız. Ona görə burada fərqlilik varsa, bunu 5 FR yazsanız daha fərqli görsənəcək. Bunlara nisbətən daha fərqli görsənəcək. Və yaxud da belə bir şey ola bilər. Mən misal üçün burada yazıram 100 piksel, ikincidə yazıram yenə bu da 100 piksel olsun. Amma üçüncünü bilmirəm və istəyirəm üçüncüdən aşağıda nə gəlirsə o olsun 200 piksel. O zaman, yəni o nə deməkdir? Yəni mən buranı 2-yə çevirsəm, 2-dən eləsəm, yəni 4 dənə belə 5 sətirlik bir grid olsa, yəni biz birinci və ikinci sətri 100 piksel yazmışıq, amma bunların heç birini yazmamışıq. Buna görə də biz burada belə bir şey eləyə bilərik. Qalan hündürlüyü isə grid template grid auto rows deyə və qalan hamısına da deyə bilərik ki 200 piksel olsun. Baxın, artıq burada 100 piksel, 100 piksel, 200, 200, 200. Artıq nə qədər aşağı uzanarsa onların hündürlüyünü 200 piksel eləyə bilərik. Tamam, bura qədər bu belə, bunu başa düşdük. Sonra bir dənə mən bircə dəqiqə bir... Dayandırmışsınız. Çox sağ olun, təşəkkür ederim. Davam edək. Tamam.
Burada baxın, aradakı margini sildi, amma mən istəyirəm ki, burada arada boşluq olsun. Bu da eyni griddəki kimi burada gap yaza bilərsiniz. Gap 10 piksel yazsa, baxın 10 piksellik arada boşluq verir. Və yaxud da belə də yaza bilərsiniz. Deyək ki, column gap deyə. Bu da nə deməkdir? Ancaq sətir arası, daha doğrusu sütun arası boşluq verir. Bunu istəyirsiniz 3 eləyək daha yaxşı görün. Baxın, sütun arası boşluq verdi. Bunu da hələ ki bağlayaq. Bir də var və yaxud da row gap yaza bilərsiniz. Bu da sətir arası boşluq deməkdir. Ya yaxud da sadəcə gap yaza bilərsiniz. Bu səfər bütün hər tərəfdən eyni boşluğu verir. Sonra bəzən mən istəyə bilərəm ki, bu birinci, bax bu əslində bir növ götürsək bunu, deyək ki, biz buranı gəlin elə bərabər hissəyə bölək. Burada mən belə bir şey yazım, bunu sileyim. Burada deyirəm ki, repeat 3-dən olsun 200 piksel. Baxın, mən burada deyək ki, bir dənə əslində şey deyil, bu şahmat kimi deməyək də, yəni bir cədvəl şəklində bir şey yarandı. Mən istəyirəm ki, bu, bax bu birinci buradan başlasın və bura qədər tutsun yer. Bunu necə eləyərəm? Yəni griddə bunu eləyə bilirsiniz rahatlıqla. Deyək ki, mən nə eləyəm? O zaman gəlirəm, deyirəm ki, item və first child, yəni itemlardan birincini seç. Burada class da qoyub seçə bilərsiniz və yaxud da belə də seçə bilərsiniz, heç bir fərq yoxdur. Burada deyirəm grid column start, deyirəm ki, birincidən başla, grid column end deyə, yəni sonuncu hara qədər olsun 3. Baxın, birdən başladı, indi bunu şey edək. Baxın, birdən başladı. Bu arada bax, burada yazdığım 1 və 3 bu xəttlərə aiddir. Baxın, xətt 1, xətt 2, xətt 3. Bu üçüncü ilə qarışdırmayın. Bu dördüncü xətt deməkdir. Əgər mən burada desəydim ki, 4-ə qədər davam et, baxın, bütün yuxarını grid 1 tutacaqdır. Baxın. Və yaxud da deyə bilərdim ki, 2-dən başla. 2-dən başla, 4-ə qədər get. Baxın, artıq buranı boş qoydu, keçdi, 2-dən başladı və 4-cü xəttə qədər getdi. Və yaxud da bu ola bilərdi. Bunun daha qısa yolu var. Belə bir şey, grid, column yaza bilərəm. Və deyərəm, yenə 1-dən başla və 4-ə qədər get. Bayaq ki, neynisi olur. Və yaxud da bu nə deməkdir? Bayaq dediyim kimi, xətti nəzər alır. Yəni, başlanğıc xətt buradır və hansı xəttə qədər gedəcəyini təyin edir. Bir də var, mən deyirəm, nə qədər yer tut. Yəni, bir dənə yer tut, 2 dənə, burada əslində 3 dənə sütun var da, 1 sütun tut, 2 sütun ya 3 sütun, bunu necə deyərəm? Deyərəm ki, birdən başla yenə, bu səfər span 2 demək, bu nə deməkdir? Baxın, birdən başladı, 2 dənə yer tut deməkdir. Yəni, ikisinin yerini tutdu. Birdən başla 3 yer tut desəydi, span 3, baxın, 3 dənəsi yerini tutacaqdır. Bunun eynisini belə də yaza bilərik. Grid, row, start, yenə deyirəm, birdən başla, grid, row, end deyə. Deyək ki, bu yenə 3-ə get. Baxın, birdən başladı, 3-ə qədər davam elədi. 3-cü xəttə qədər. Baxın, 3-cü xətt buradadır. Birdən başladı, 3-cü xəttə qədər. Və artıq bütün bu hissəni, həmin bu grid 1 tutdu. Və yaxud da yenə bunu kimi belə yaza bilərik. Grid, row, grid, row deyib. Burada 1 böl 3 yazsaq, baxın, yenə eyni şey oldu. Və yaxud da bunu 2 yazsaq, baxın, birdən başladı, 2 dənə yer tutdu, birdən başladı, 3-cü xəttə qədər davam elədi. Yəni, bu qaydada mən istədiyim kimi bunun sahəsini dəyişə bilirəm. Tamam, indi gəlin bir dənə də. Müəllim, çox üzr istəyirəm. Bu span olan hissəsini bir də izah eləyə bilərsiniz. Baxın, biri var ki, bu spanı silsəm nə baş verir? Baxın, spanı silsəm görürsünüz, birdən başladı, birdə bitmiş kimi görsənir. Amma birdə bitməyib. Bax, xəttə qədərdir. Bu span olmayanda başlanğıcı deyirsiniz, misal üçün birdən başla, yəni bu xəttdən başla, ya bu xəttdən başla. Amma nə qədər davam eləyəcəyini ya xəttdən deyirsiniz, yəni bu aralığa qədər. Misal üçün, birdən başla, 1-2 desək, baxın, buradan başlayıb, bura qədər yer tutur. Amma bunu 1-3 desək, baxın, birinci xəttdən başlayır, 3-cü xəttə qədər yer tutur. Yaxud da bunu necə yaza bilərik ki, 2 dənə yeri tutsun? O zaman deyə bilərik ki, span 2, yəni 1 kolum tutsun və 2 kolum tutsun.
Yəni burada 3 yox da span 2 yaza bilərik belə. Baxın eyni şey olur. İzah edin. Başa düşə bildiniz yoxsa background. Aydın oldu mən. Baxın belə daha yaxşı görəcəksiniz. Tamam. İndi davam edək. Bunları indi silək. Yəni ki, bu bizə lazım deyil. Gəldik, bunu da silik. Gəlin biz buradan belə bir şey tapaq. CSS grid template deyək. Bir dənə görüntülərdən baxaq nə var. Misal üçün daha yaxşı bir şey tapaq ki, deyək ki, saytımızın bu yox, biraz daha qəliz olsun. Bu olsun, misal üçün. Baxın, burada belə bir şey var. Deyək ki, saytımız belədir. Bu nə edir? Bu şəkil, bu gifdir. Biraz daha çətin bir şey. Misal üçün bu ola bilər. Baxın. Baxın burada. Biz bura baxanda nə görürük? Burada əslində demək daha yaxşı nə var? Tamam, yaxşı bunu eləyək. Baxın biz bura baxanda nə görürük? Burada bir struktur var. Belə bir saytın sol tərəfində sidebar var. Yuxarı hissəsində navigation var. Bura əsas hissədir, maindir. Bura sidebardır, yenə sağ tərəfdir. Burada section'dır, burada section'dır. Yəni belə bir deyək ki, template'imiz var. Bunu biz griddən necə edə bilərik? Və yaxud da gəlin burada iynəsini tapaq ki, header falan olsun. Ondan daha yaxşı başa düşərsiniz deyə düşünürəm. Bu da çox basitdir. Baxaq bir dənə buradan. Tamam, belə olsun. Bunu eləyək. Baxın, burada bir header var. Burada bir header var. Sidebar var. Content 1, content 2, content 3 və footer var. Bunu necə eləyərik? Gəldik, biz burada bunu silirik. Yenə konteynerin içərisində. Deyirəm ki, header. Sonra nə var burada? Sidebar. Sidebar da deyək ki, section'dan eləyək. Sidebar. Burada class sidebar. Yine class header. Burada yine section. Bu sefer content 1 class content 1 section. Burada content 2, burada class content 2, burada da content 3, burada da 3, aşağıda bir de footer var deyəsən, content 3, bir de footer, tamam. Bizim belə bir görüntümüz var. Baxın bu qaydada. Biz bunu buradan silirik, bu hissəni buradan silirik və buradan da silirik. Belə qalsın. İndi davam edelim. İndi biz istəyirik buradakı template'in eynisini yaradaq. Birinci burada baxmalıyıq neçə sətir və neçə sütun var. Baxın, 1 sütun, 2 sütun, 3 sütun. Demək ki, 3 dənə sütunumuz var burada. Sətrə baxırıq. 1 sətir, 2 sətir, 3 sətir, 4 sətir. Tamam, indi o zaman biz bunu yaratmalıyıq. Dedik grid template column 3 sütun dedik. 3 dənə bərabər sütuna bölə bilər. Yəni baxaq görək bərabərdirmi? Prinsipcə bərabərdir. Üçü də eynidir. Sadəcə sidebar birini götürüb qalanı bu ikisinin arasında bölünür. Tamam. O zaman repeat deyək 3 1 f var. Deyək baxın 3 dənə bərabər sütuna bölündü. Burada mən gridi istəyirəm bunu paid 100% deyim. Və yaxud da 100 VH deyim ki tam ekrana tutsun bu ki rahat görə bilək. Və burada deyirəm ki header vergül footer vergül content 1 vergül content 2 vergül content 3 vergül
sidebar. Burada deyirəm ki, background deyək ki, belə bir rəng olsun ki, bunları rahat görə bilək. Və burada da baxın, buna da gəlirəm. Bu səfər sütunu yaratdıq, indi sətri yaradırıq. Grid, row, template, row dedik. Bu səfər baxın, bizdə nə var? Demək 1, 2 belə yaradırıq. 1, 2, 3, 4 gedir də. Baxın, mən burada header-la footer görürsünüz, hündürlükləri demək olar ki, eynidir. Aşağıda da bu ikisinin hündürlüyü eynidir. O zaman mən belə bir şey eləyə bilərəm bunu bağlayaq. Mən gəlib burada deyə bilərəm ki, grid template. Demək, deyək ki, footer-la header, birinci sətrin hündürlüyü 60 piksel olsun. İkinci 1F-a, ikinci yenə 1F, üçüncü 1F-a, dördüncü də 60 piksel. Baxın, burada da yenə eyni şeyi yaratdıq. Əslində, burada bunu açsaq, daha rahat görə bilərik. Baxın, sətrimizin biri buradadır, biri buradadır. Qalan iki sətir də burada və buradadır. İndi davam edirik bunları yerləşdirməyə. Bir var, belə yerləşdirin. Mən deyirəm ki, nöqtə header, header-ı seç. Və bu arada buna gap deyib, deyək ki, 5 piksel deyə bilərik ki, bir-birindən ayrılsın ki, onları görə bilək. Baxın, belə bir-birindən ayrıldı. İndi mən deyirəm ki, header, grid, column, yəni başlanğıc nöqtəsi header-ın demək, birdən başlasın 4-ə qədər. Baxın, birdən başladı, bunu bağlayaq. Baxın, header, təkcə header yuxarını tutdu. Birdən başladı 4-ə qədər. Sonra gəlirəm, benim footer-da yenə eyni şey eləyəcək. Footer-da da grid, column, birdən başla 4-ə qədər. Baxın, footer-da aşağı hissədə birdən başladı 4-ə qədər öz yerini tutdu. Sidebar isə burada başlayır, burada bitir, amma bunun şeyi fərqlidir, sətri fərqlidir. Mən gəlib burada deyirəm ki, nöqtə sidebar, deyirəm grid, column, birdən başla, 1-ə qədər davam et. Yəni, bax, birdən başla, birinci xəttə, bir dənə xəttə qədər davam et. Bura qədər davam elədir. Sonra deyirəm ki, grid, row-da isə birdən başla, 2-yə qədər davam et. Yox, daha doğrusu birdən başlamır, birdən header başlayır. 3-ə qədər davam et. Baxın, bu 2-dən başladı, 3-ə qədər davam etdi, amma 3 yox da 4 yazmalıydıq biz bura. Bu da 4 olsun. Baxın, sidebar-da 2-dən başladı xəttdən, 4-cü xəttə qədər davam elədi. Qaldı content 1. Content 1-i burada nətər verir? Content 1, tamam. Demək, content 1 başlayır ikinci xəttdən, 3 və 4-cü xəttə qədər davam edir. Yəni, mən gəlib burada content 1 desəm, grid, column, ikinci xəttdən başla, 4-cü xəttə qədər davam edir. Baxın, oradakı görüntünün eynisini aldıq. Baxın, buradakı görüntünün eynisini aldıq. Biz başqa görürsünüz, nə flex istifadə elədik, nə bir şey, həmin o görüntünün eynisini ala bildik. Bu bir yol. İkinci yol nədir? Bunları silirəm buradan. Bunu silirəm. Bunu silirəm və bunu silirəm. Baxın, burada adlandıra bilirik. Adlandırma necə gedir? Grid, template, araya deyə. Bizdə necə idi? 3 dənə sütun var. 3 sütun var idi və 4 sətir var idi. Demək ki, mən burada deyirəm ki, baxın, belə eləyim, daha rahat görürüm. Burada deyirəm ki, birinci sütunda header ad verirəm. Buna A, A, B, B nə istəyirsiniz verə bilərsiniz. Mən prosto şey olmasın deyə header dedim. Bu birinci sütun. İkinci sütunun adı header olsun. Üçüncü sütunun adı header olsun. Baxın, bunu belə elədim. Görürsünüz, burada header hələ ki, bir dənə buradan başlayır, bura qədər yer tutur, amma header axıra qədər yer tutmalıdır. Mən bu birinci sütunumu yaratdım. Sonra deyirəm ki, ikinci sütunu yaradıram. İkinci sütunumuzda nə var? Baxıram bura. Bizdə. İkinci sütunumuzda baxın, sidebar var. Sonra content gelir də. Və sidebarda dedim, sidebar və content 1. Full content 1 və content 1 tutur buranı. Üçüncü sütunumuzda yenə sidebar var. Sidebarın yarısı bura düşür. Sidebar. Bu səfər content 2 və content 3
axırda isə footer var. Baxın, bizdə də baxın footer. Hal-hazırda heç nə dəyişmir. İndi baxın biz bunu açsaq, baxın burada əslində göstərir. Baxın hamısının adı yanında yazılıb. Bura baxsaz, indi prosta bu gedib bunun altına düşüb. Belə uzaqlaşdı. Baxın burada header'ı görürsüz adı. Baxın burada sidebar. Sonra baxın burada content 1, content 2, content 3 və burada da footer. Yəni öz yerlərini əslində tutublar. Sadəcə indi bunları oraya yerləşdirmək lazımdır. Bunu da necə edirəm? Burada verdiyim adı header'a təyin edirəm. Bu səfər də grid araya yazıram. Bura adını yazıram. Baxın bura nə adı yazmışamsa eynisini bura yazıram. Deyirəm header. Baxın yuxarı hissəni tutdu. Artıq avtomatik. Footer'a deyirəm ki grid araya footer. Baxın aşağı hissəni tutdu öz avtomatik. Burada isə deyirəm ki grid araya sidebar. Baxın bu hissəni öz avtomatik tutdu. Burada da deyirəm ki grid araya content 1. Baxın öz avtomatik yerini tutdu. Yəni adlandı. Burada şablonun strukturunu qurdum. Burada isə adları buradakı adlara yazdım. Bunun adı ada ola bilərdi, belə də yaza bilərdi, heç bir fərqi yoxdur. Nə adı istəyirsiniz yaza bilərsiniz. Bu qaydada da bunu tutdu. Tamam, sonra burada baxaq. Başqa nə qaldı? Bunu dedik, template arayan dedik, responsive tamam. İndi gəlin. Bunu qaytaraq bayaqki itemlara. Bura qədər sual varmı? Sual yoxdursa ayalım. Bayaqki itemlara qaytaraq. Hə. Bunu silək. Və burada da eynisini itemlara qaytaraq. Tamam, gəldik bura. İndi mən istəyirəm ki, belə bir şey olsun. Deyək ki, burada hal-hazırda bunu silək. Hələ ki, heç buna ehtiyac yoxdur. Və burada da bunu 4 dənə eləyək. Deyək ki, belə. Baxın, mən və burada yazıram 4-lü grid olsun. 4 dənəsi sığıb. Amma mən istəyirəm ki, bu kiçiləndə baxın, belə bir şey eləyə bilərəm də. Mən deyə bilərəm ki, misal üçün bunu buradan istəyirəm. Deyirəm ki, 200 piksel olsun. 200 piksel olsun. Və bura isə 1 FR olsun. Hətta bunu 200 yox da bunu 300 eləyək, daha yaxşı görün. Baxın, 300 piksel olan tərəf heç vaxt kiçilməyəcək. Baxın, bunu hətta belə açsaq, bax, buranı görə bilərsiniz ki, 300 heç vaxt kiçilmir. Amma bura kiçilir. Və lap aşağı gedəndə burada aşağıda scroll çıxır. Baxın, scroll çıxır, dizayn pozulur. Amma biz bunu belə olmasını istəməyə bilərik. Mən deyə bilərəm ki, 200 pikseldən aşağı düşür. Yaxud da belə olmasını istəməyə bilərəm. Deyərək ki, minimum 200 piksel olsun. Yəni mən bunu kiçildikcə kiçilsin, amma 200 pikselə gələndə kiçilməsin. Belə bir şey də istəyə bilərəm. O zaman burada necə yazıram? Mən deyirəm ki, bunu yaza bilərəm ki, min max deyə bir funksiya var. Minimum dəyər və maksimum dəyər. Bunu belə yaza bilərəm ki, 200 piksel olsun minimum dəyər. Maksimum dəyər isə 1 FR. Baxın, eyni ölçüdə oldu. İndi mən kiçildirəm bunu. Kiçildirəm. 200 pikseldən aşağıda görürsünüz, artıq bu kiçilmir. Hətta bunu 200 yox da biraz daha çox eləyək ki, rahat görə bilin deyə. Baxın, kiçilir. 400-də artıq bura kiçilmir, amma bura kiçilir. Baxın, bura kiçilir. Və hələ ki aşağıdan scroll çıxmıyor. Hələ ki aşağıdan scroll çıxmıyor. Ta ki artıq bu yerə gəlib çatanda, baxın, artıq aşağıdan scroll çıxdı. Bu mobildə mən belə şey eləməyim düzgün deyil. Mobildə scroll çıxmamalıdır. Mobildə avtomatik mən bunu bölməliyəm. Bunun üçün də nə edə bilərəm? Deyək ki, mən burada belə bir şey yaradıram. Deyək ki, repeat. 200 piksel, 1 FR, daha doğrusu burada min max dedim, 1 FR. Yəni mən 200 piksel 1 FR dediyim nədir? Yəni mən indi bunu kiçiltsəm, tək sütun oldu. Mən bunu kiçiltsəm 200 pikseldən aşağı kiçilməməlidir.
Və mən bundan 3 dənə də yaza bilərəm. Baxın, 3 dənə deyirəm ki, eyni şey olsun. Və belə. Və bunu da yeniləyək. Bir dəqiqə, mən nə yazmışam burada? Ha, burada bunu belə görməyəcəksiniz. Bunu belə görməyəcəksiniz. Yəni, belə yazaq. Repeat. Burada 4 dənə olsun və minimum o məsələ belə yaza bilərik. Max 200 pikselin bir f-ara. Ha, baxın, burada indi mən bunu belə elədim. Və kiçildirəm, hətta bunu da açaq, baxaq. Və bura görürsünüz ki, 138 şeydir, pikseldir. Və mən 4 dənə olub deyə əslində sığmır. Burada bir dənə kiçildək görək. Bu 200 pikselə gəldi, düşdü, artıq baxın, kiçilmir. Və altdan scroll çıxır. Mən bunu istəmirəm. Mən istəyirəm ki, bu artıq yer qalmayanda bu aşağı düşsün, bu aşağı düşsün. Yəni 4'lü griddirsə 3'ə keçsin, 3'lü griddirsə 2'yə, 2'lidirsə 1'ə, bu qaydada geçsin. Bunun üçün nə edə bilərəm? Deyirəm ki, media query burada and bizdə şey nə qədər idi? And bir daha baxım ona, tablet nə qədər idi? CSS media query 768 olmalı deyəsən. Hə, deyək ki, bu 768 və gəldik burada bunu da max elədik. Max 768-də containeri tap, istəyirsiniz background red edək ki, onu görə bilək. Baxın, 768-in altda düşəndə artıq baxın, bura qızarır. 768 olanda deyirəm, konteyner keçsin 3'lü geridə. Baxın, o zaman buradan təkcə bunu götürüb, burada deyə bilərəm ki, bu keçsin 3'lü geridə. Baxın, 3'lü geridə keçdi. İstəyirsiniz bunu bağlayaq. Baxın, 768-dən böyük olanda, baxın, 4'lü geridə keçdi. Kiçildirəm, keçdi 3'lü geridə. Deyək ki, bundan da lap kiçik olsa, misal üçün belə bir şey olsa, 500, bu səfər keçsin, deyək ki, 2'li geridə. Baxın, 500'dən aşağı olan kimi 2'li geridə keçdi. 500'dən çox olan kimi 3'lü geridə, belə yerində. Bir yol budur, amma bu çox da elə yaxşı deyil. Bunun daha yaxşı yolu var. Bunu silirəm buradan. Necə deyirəm? Mən bunu istəyirəm kiçiləndə və düşsün aşağıya. O zaman burada 4 yazmıram. Burada yazıram auto fill yazıram. Baxın, artıq nə baş verir. Mənim burada yazmışam ki, 200 piksel olsun və 1 f-ar tutsun. Bu ölçür ki, burada ekran nə qədərdir və bu kutudan nə qədər sığa bilər. Baxın, sığdırdı bunu. İstəyirsiniz bunu buradan artıraq. Deyək ki, 4, 5, 6 deyə. Baxın, tam sığdırdı bura. İndi bu kiçilir. Yer qalmayanda 200 pikseldən aşağı olanda baxın, artıq 4'lü geridə keçdi. Biraz daha kiçildirəm, yer qalmadı, öz avtomatik 3'lü geridə keçdi. Biraz daha kiçildirəm, yer qalmadı 2'liyə. Biraz daha kiçildirəm, yer qalmadı 1'li geridə. Böyüdürəm, baxın, tam sığana qədər keçir. Bir də var, bunu da indi mən təzədən geriyə qaytarım. Bir var, özü hesablayır, bilir ki, ekranın eni bu qədərdir və içəridə minimum 200 pikseldir. Aradakı boşluqla falan özü hesablayır, deyir ki, 200 dənədən 4 dənə sığışar. Çünki ikinci 200 bura sığmayacaq, çünki yer yoxdur burada. Bu biraz da bəlkə biraz daha böyük olsa, bu belə olsa, deyək ki, amma bizdə 4 dənə daha. Baxın, gəldik, bunun bir dənəsini də artıraq, 5 edəyək. Baxın, 5-cini də bura qoyacaq. 6-cı əgər buraya sığırsa, bura qoyacaq. Sığmırsa, düşürdəcək aşağıya. Amma biz bunu şeylə baxsaq, deyək ki, bunun yerinə baxsaq, belə eləsək, hətta yəni bunu da geriyə qaytaraq. Baxın, burada 5-cinin yeri qalıb. Yəni, əgər 5-ci kutu varsa, onu bura qoyacaq. Amma biz bunu belə yox da, məsələn 4 dənə kutumuz var. Biz deyirik ki, bu 4 kutu tam tutsun buranı. Yəni, tam burada yer saxlamasın. Və kiçildikcə də, əgər sığmasa, düşsün aşağı. O zaman bura olur auto fill yox, auto fit olur. Baxın, 4 dənəsi də tutdu buranı. Yenə bura kiçildikcə, baxın, düşdü aşağı 3'ə. Kiçildikcə 2'yə, kiçildikcə 1'ə və böyütdükcə də baxın, avtomatik həmin o nə qədərdirsə oranı tutur.
Bunun da səbəbi burada bir FR yazmamızdır. Bura qədər sual varmı? Sual yoxsa qəşəng. Tamam, davam edək. İndi gəlin bu griddə biz buranı da dedik. Bunu da dedik. Hə, bir də bu mövqeyini, yəni gridin içərisində yerini dəyişmə elementlər. Burada deyək ki, height olsun bu 600 piksel bir hündürlük verək. Və burada bunu eləyək repeat 3 1 FR yoxdur 20% belə bir şey eləyək ki belə olsun, tamam. Bir də rows deyək, bu da 2-20 olsun belə ki sığdıra bilək bunu və hətta bunu da biraz artıra bilərik, belə 5 bu da 6 belə. Baxın, burada yenə gridi yandırsaq, bizim grid kutumuz hansıdır? Bu qırmızı yer. Yəni konteyner grid kutumuzdur. Bu isə grid elementləridir içərisində. İndi mən istəyərəm ki, baxın, bu kutunun tutduğu yer bu qədərdir. Yəni grid elementinin olduğu yer budur, bu qədərdir və içərisində də bir kutu var. Burada da yenə grid olduğu yer bu qədərdir və içərisində item 2 kutusu var. Mən istəyərəm ki, bu kutunun içərisində, bax bu belə deyək də, xəttlərin içərisində bu item kutusunu sağa, sola, ortaya gətirə bilim. O zaman burada mən justify content, yəni şeydən də bilirik bunu, flexdən də. Bu stretchdir, default dəyər. Bax, stretchdir deyə bu sütunun hamısını tutur. Amma bu olsa start, baxın, mən bunu yeniləyim, burada nə baş verildi? Demək, content yox, items. Contentini birazdan keçəcək. Items dedik, baxın, artıq bu kutunun, yəni bu grid bloğunun içərisində bu kutuyu başlanğıcdan başlatdı. Və yaxud da bu ola bilər center, baxın, mərkəzə gətirdi həmin kutunu. Və yaxud da bu ola bilər end, baxın, sona gətirdi. Eynisi bu X oxundadır, eynisi Y oxunda da. Bu səfər align items. Burada da baxın start desək, baxın buradan mərkəzdən başladı, yuxarıdan center desək, baxın ortaya gətirəcək həmin kutunun içərisində və end də desək, bu səfər lap aşağıya gətirəcək. Bu belə. Bu elementi, yəni bu itemsların yerini dəyişmək üçündür. Bir də var ki, gridin özünün içərisində bu gridləri, yəni bu gridi sağa sola dəyişmək, yəni contenti dəyişmək. O zaman isə belə olur. Yəni baxın, justify content. Bu səfər start desək əslində görməyəcəksiniz. Əslində default olaraq start gedir. Amma baxın, center desək, görürsünüz artıq bu kutunun içərisində bu grid bloğu yerini dəyişdi, center'a gəldi. Və yaxud da end desək, baxın, yerini dəyişdi, sola gəldi, daha doğrusu sağa gəldi. Və yaxud da align content desək, burada da start deyil, baxın, mərkəzdən, yuxarıdan başlayır. Burada da center desək, baxın, tam bura çəkdi. End desək, baxın, tam aşağı çəkdi. Center desək, baxın, tam mərkəzə çəkəcək. Başa düşdünüz bunların fərqini. Biri var ki, bu deyək ki, sətir sütunun içərisində çəkmək. Bir də var ki, konteynerin içərisində gridi sağa sola daşımaq, yəni yerini dəyişmək. Bir də var ki, misal üçün belə bir şey də var. Item first child deyək. Necə griddə var idi bu? Justify self deyildik. Yəni iminli birinci kutuya aiddir. Bunu center desək, baxın, bunu təkcə birinci kutunu mərkəzi, yəni tək bir şey eləmək istəyiriksə, self-la eləyirik. Və yaxud da burada da yenə align self desək və center desək, baxın, tam mərkəzə, yəni ikisini də belə çək. Sualınız varmı? Müəllim, onun hər ikisini bu item olanda mərkəzə çəkəndə ya da sağa sola çəkəndə ölçüsünü özü verir, hə? Haranın? Buranı mı? Bunu mu?
Bəli, o itemin Bu, ölçüsünü. bunun ölçüsü bunun içərisindəkinə görə dəyişir. İçərisindəki kontentə görə dəyişir. Və yaxud da buna weight verə bilərsiniz. Yəni, amma ki, heç nə verməyəndə bu içərisindəki kontentə görə dəyişir ölçüsü. Eyni Flexdə kimin? Tamam. Hər hansısa bir sualınız varmı? Sualınız yoxdursa, prinsipcə bugünkü dərsimiz bu qədərdir. Yəni ümid edirəm başa düşdünüz və bunu evdə də özünüz çoxlu yoxlayın, işləyin. Çünki bu həqiqətən CSS-də çox önəmli dərslərdən biridir. Yəni belə deyək də, bunu bilməsəz CSS-də siz senior sayılmırsınız. Müəllim, ən çox nə istifadə olunur ki bu? Bu ən çox dediyim kimi də bayaq saytlarda şeyi bölmək üçün, yəni header, footer, sidebar, falan. yəni çoxlu şey varsa da, şablonları fərqlidirsə, onu bölmək üçün, yəni layout yazmaq üçün. Anladım müəllim, çox sağ ol. İstəsən. Müəllim, Aha. bundan sonra 3 praktikadır bizdə. Hə, yəqin ki 2 dərs keçən dəfə də, çünki bir dəfə də praktik eləmişik, 1-2 dərs praktik olacaq, hə. Hə, ondan sonra JavaScript, tamam. Hə, bəli. Tamamdır o zaman. Bugünkü dərsimiz bu qədər. Hər hansısa bir sualınız yoxdursa, Müəllim, bir sual verim. Zəhmət olmasa videonu atarsınız da. Yaxşı, bu sual deyil, bu bir istəkdir. Tamam. Sual verim deyiz, mən deyə biləm, dərs ait nəsə sual verirsin. Yox, yox. Tamam. Yox, atacam, narahat olma. Çox sağ olun. Siz də sağ olun. Müəllim, Aha, mən verdiyiniz tapşırığı yazmamışdım. Çatdırır müəllim, inşallah birinci gün yəni ki onu da yazacağam. tamamdır, yazarsınız. Çox sağ olun. Oldu, sağ olun, sağ olun.